Salam Aran TV izləyiciləri. Yəqin ki, bir çoxunuzun məlumatı var. Məlumatı olmayanlar üçün deyim ki, bu il məktəblərdə 4 və 6-cı sinif şagirdlərinin böyük summativ qiymətləndirilməsi kompüterlə həyata keçirilir. Böyük summativ qiymətləndirmə zamanı şagirdlərin kompüterdən istifadədə çətinlik çəkməsi nəticəsində şagirdlərin öz bilik və bacarıqlarını tam göstərə bilmədiyi məlum oldu. Regionda keyfiyyətli kompüter və mühasibatlıq tədrisi ünvanı olaraq fəaliyyət göstərən evin yeganə övladı Şəhid Elməddin Hüseynzadə Fərmanoğlu'nun adına General Perspektiv Akademiya MMC Kompüter və Mühasibatlıq Mərkəzi bu problemləri nəzərə alaraq ödənişsiz rəqəmsal xeyriyə aksiyasına start verdi. Bərdə və ətraflarının əhalisi vaxt itirmədən qeydiyyatına keçə bilər. Unutmayın, yerlər məhduddur. Təhsil işçiləri və müəllimlər də ödənişsiz aksiyadan yararlana bilər. Bununla nəzərinizə çatdıraq ki, General Akademiya illərdir şəhid övladına ödənişsiz kurslar keçir. Qazi övladlar üçün güzəştlər tətbiq edilir. Xanımlar və bəylərə ayrı vaxtlarda və ayrı saatlarda kurslar keçirilir. Belə aksiyaların keçirilməsi cəmiyyətimizdə rəqəmsal bacarıqların inkişafına stimul olacaq. Uğurlar arzularıq General Akademiya.